Dəyərli dostlar, axşamınız xeyir olsun. Bildirmək istəyirəm ki, Faktinfo xəbər saytında Ərkivan, Masallı rayon Ərkivan qəsəbəsində yerləşən 3 saylı məktəb haqqında bir məqalə dərc olunub. İstədim ki, həmin məqaləni sizin nəzərinizə canlı şəkildə çatdıram. Deməli, Faktinfo xəbər saytında belə bir başlıqla məktəbdə təhsil faciəsi, Ərkivan 3 saylı məktəbin direktorunu kimlərin himayəsindədir. Qeyd edeyim ki, xəbər portalının elektron ünvanına bir qrup valideyn tərəfindən müraciət ünvanlanmışdır və xəbər saytı məktəblə bağlı böyük bir yazı hazırlamışdır. Qeyd olunur ki, Masallı rayonunun Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbində baş verənlər həm valideynləri, həm də ictimaiyyəti şoka salıb. Məktəbin direktoru Famil İsmayılovun hərəkətləri adi idarəçilik səhvlərindən çox kənara çıxır və artıq uşaqların sağlamlığına, təhlükəsizliyinə və təhsil hüququna ciddi zərbə vurur. Uşaqlara qarşı zorakılıq və dərs ləvazimatlarını əsir saxlamışdır. Məlumata görə cari tədris ilində məktəbə hazırlıq qrupuna qəbul olmuş 30 az yaşlıdan düz 16 nəfəri direktorun zoraki müdaxiləsi nəticəsində məktəbdən qovulub. Bu nəinki pedaqoji prinsiplərə, hətta insanlığa da sığmır. Azyaşlı uşaqlar qorxudan çantalarını və kitablarını sinifdə qoyaraq məktəbi tərk edirlər. Daha az nazarlısı isə budur ki, direktor bu dərs ləvazimatlarını qaytarmaqdan imtina edir. Məktəbi zibilliyə çevirmək, sanitar qovşaqları bərbad vəziyyətdədir. Məktəbin həyəti zibilliyə, sanitar qovşaq isə istifadəyə yararsız vəziyyətdə düşür. Uşaqlar məcbur qalaraq yaxınlıqdakı evlərin sanitar qovşaqlarından istifadə edirlər. Bir il öncə sakinlər tərəfindən təmir olunmuş sanitar qovşağının plastik borularının belə direktor tərəfindən sökülüb naməlum istiqamətə aparıldığı iddia olunur. Məktəbin su çəni isə 2 ildir ki, işləmir. Nəticədə məktəbin xadimələri suyu vedrə ilə daşıyaraq təmizlik işləri görməyə məcbur olurlar. Əmək haqqının mənimsənilməsi və əlil uşağa qarşı biganəlik. Məktəbdə işlədiyi halda işə gəlməyən texniki işçilərin adlarını yazılan maaşlar direktor tərəfindən mənimsədiyi bildirilir. Daha dəhşətlisi isə odur ki, birinci qrup əlil olan Qəmbərova Rıza Zadiloğlunun ev şəraitində dərs alması üçün ayrılmış müəllimlərin çoxu dərs keçməkdən əmək haqqı alır və vəsaiti direktorlara bölüşdüyü iddia olunur. Yalnız bir müəllim Şiriyeva Səriyə uşağa dərs keçir. Qalanları isə sadəcə kağız üzərində görünür. Bu həm qanunsuzluq, həm də böyük mənəvi cinayətdir. İddiaya görə məktəbin direktoru nə özünü, nə də müəllimi heyətinin tədbirlərdə iştirakına icazə vermir. Yaxın günlərdə qeyd edək ki, Ərkivan Xeyriyyə Cəmiyyəti tərəfindən qəsəbədə olan tələbələrlə görüş keçirilib və onları mükafatlandırılıb. Tədbirdə qəsəbənin digər 3 tam orta məktəbinin müəllim kollektivi iştirak etsə də 3 nömrəli məktəbdən heç kim qatılmayıb. Müəllimlər bunun səbəbini açıq şəkildə direktorun qadağasını ilə izah ediblər. Bundan əlavə, məktəbin dövlət atributlarına da laqeyd yanaşdığı qeyd olunub. Belə ki, məktəbin qarşısında dalğalanan dövlət bayrağı köhnəlib, rəngi solub, parçalanmış vəziyyətdədir. Direktorun bu məsələyə diqqətsiz yanaşması cəmiyyətdə böyük narazılıq doğurur. Müdafiəçilərin fikrincə, məktəb rəhbərinin həm elmi-mədəni tədbirlərdə tədris siyasəti, həm də atributuna biganə münasibəti təhsil ocağının nüfuzuna ciddi zərbə vurur. Bu qədər qanunsuzluq və laqeydlik fonunda əsas sual ortaya çıxır. Famil İsmayılov kim arxalanır? Hansı qüvvələrin himayəsi sayəsində bu qədər biabırçılığa yol verir? Burada Lənkəran Astara Regional Təhsil İdarəsi və onun Masallı sektorunun rəhbərliyi məsuliyyəti də danılmazdır. Çünki illərlə davam edən problemləri görməzliyə vurmaq, şikayətləri araşdırmamaq, uşaqların və valideynlərin səsini eşitməmək yalnız bir şey göstərir. Ya bilərəkdən göz yumulur, ya da məsuliyyətsizlik və korrupsiya təhsil sahəsində içərisində çürüdür. Ərkivan 3 saylı məktəbdə baş verənlər təkcə bir təhsil müəssisəsinin problemi deyil, ümumən bölgə təhsilinin düşdüyü vəziyyətin bariz nümunəsidir. Bugün uşaqlar qorxu içində məktəbə gedirsə, əlil uşaqların təhsil hüquqları tapdanılırsa, məktəb həyəti zibilliyə, sinif otaqları isə rüşvət və özbaşınalığa qərq olubsa, məsuliyyət təkcə direktorun yox, həm də onu himayə edən təhsil işçilərinin üzərinə düşür. Təhsil Nazirliyi və digər aidiyyatı qurumlar bu məsələyə dərhal reaksiya verməli, məsələni ictimaiyyətin gözü önündə araşdırmalıdır. Əks halda bu cür direktorların və onları qoruyan gözə görünməz qüvvələrin sayəsində təhsil sistemindəki çürümə daha da
dərinləşəcək. Qeyd edək ki, xəbəri Fakt.info.az xəbər saytı yayıb. Məqalənin müəllifi Raci Səfərovdur. Qarşı tərəfin biz də mövqeyini işıqlandırmağa hazırıq. Xəbər portalında gedən video və fotoları hal-hazırda sizə təqdim edirik. Biz də buradan xahiş edirik ki, bu məsələyə biganə yanaşılmasın, aidiyyəti üzrə tədbir görülsün. Yenə də qeyd edirəm, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Diqqətinizə görə təşəkkür edirəm. Onu oradan çıkart bir tane ver bize. Yani